Əgər bir insanı sən məbud qərar verdin, bəli, olar şirk. İnsan ola məbud. La təd'u məəllah ilahən axər. Bəli. Allahın kənarında ayrı adamı məbud olaraq çağırma, məbud olaraq. Ki ona pərəstiş edəcək. Amma bir insanı Babullah olaraq, nə məbub olaraq, Allahın qapısı olaraq, Allahın siratı olaraq, Bəli. ondan insan Allahı tanısın. Nəbiyyullah olaraq, vəliyullah olaraq ki, o yolundan Allahın ayəsi olaraq, Allahın nişanı. Bu, əslən, Allahın Qur'anda bu sistemidir. Peyğəmbər Allah niyə göndərir? Göndərməsən də özü birbaşa danışsın. Çünki Peyğəmbərlə insan Allaha yetişir. Peyğəmbərlə Allaha yetişir. Hərəm ilə də Allaha yetişir. Məscidində Allah. Bunlar hamısı vəsaitdirlər Allaha çatmağa.